Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Gəncə şəhərində, bir qədimi şəhərimiz olan Gəncə şəhərində bir Qocaman müəllimimizin evində qonağıq. Xoş gördük müəllimə sizi. Çox sağ olun, minnətdaram, təşəkkürlər. Siz də xoş gəlmisiniz. Çox sağ olun müəllimə. Adınız, soyadınız? Cəfərova Mələk Məhəmməd qızı. Neçənci ildə anadan olmusunuz? 1957-ci ildə Kəlbəcər Öndal Qonşu kəndində kəndli ailəsində anadan olmuşam. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? 1977-ci ildə Bakı Paternit Texnikumuna qəbul olmuşam. Sənə və Mülki Tikinti fakültəsini qurtarmışam. Sonra ailə və rayonda işlə təmin olmuşam. Ailə vəziyyət bura gələndə Kəlbəcər rayon Əhaliyə Məişət Xidməti kombinatında baş məsub işləyə gəlmişəm. Bura gələndə ailə vəziyyətinə görə təhsilimi dəyişib, müəllimlik işinə təhsilimi vermişəm, davam elətdirmişəm. Nə gözəl. 25 ildir də bu təhsildə çalışıram. 2 ildir, 65 yaşım tamam olan kimi mən təqaüdə çıxmışam. Müəllimə, fəaliyyətinizə nə vaxt başlamısınız? Neçənci ildə? 2000-ci ildə. 2000-ci ildə. Bəli. Bəli. Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 25 il. Aha. Fəxri adlarınız, mükafatlarınız olub qabaqcıl müəllim kimi? Belə bil ki, müəllimlər yox, elə şeylər bizim məktəbdə biraz şey olubdu, eləməmişik. Amma elə bil ki, bizim kollektivdə müəllimlərimiz, bizim tələbələrimiz var bu dəqiqə. Qubada prokuror müavin işləyir. Sonra hüquqda oxuyanlarımız var. Qurbanov İsmail müəllim var, onun qızına dərs demişəm, oğluna dərs demişəm. Sonra uşaqlarımız var, Azər müəllim, onun qızına dərs demişəm, bu dəqiqə institutdadır. Çox uşaqlarımız institutda oxuyur. Bəli. Bəli, mənim dərs saatim az olubdu, 10 saat. Özdə mən yaşlı müəllim olmuşam deyin, həmişə gənclərə üstünlük vermişəm ki, heç bir demək olmur, gənclərə üstünlük vermişəm ki, qoy, dərs saatları artıq olsun, ailəsinin şanlı olan. Nə gözəl, nə gözəl. Təqaüdə neçənci ildə çıxdınız? Təqaüdə 2 ildir çıxmışam. 65 yaşında, indi 57 təvəllüdəm mən. Yeni çıxmışsınız. Yeni çıxmışam. Həyat yoldaşınızın adı, soyadı? Mamedov Əmir Alxanoğlu. Bildiyimizə görə çox gözəl anasınız, çox gözəl nənəsiniz. Çox sağ Neçə evladınız var müəllimə? 2 evladım var. Adlarını qeyd edək. Mamedov Xəqani Əmiroğlu, Mamedov Zahid Əmiroğlu. 4 nəvəniz var. Nəticə varmı? Yox, xeyr. İnşallah Allahın izni ilə Allah ömrünüzü uzun eləsin, nəticə də görəsiniz, götürücə də görəsiniz. Müəllimə çox sağ olun, var olun, qonaq qəbul elədiyiniz üçün bizi. Allah sizdən razı olsun. Dərin təşəkkürümüzü bildiririk sənə. Xatirələrimizi sizə, xatirələrinizi bizimlə bölüşdünüz. Var olasınız. Çox sağ olun. Buyurun müəllim. Mən də bizim Ali Baş komandamıza, prezidentimizə, Bəli. həyat yoldaşım Mehriban xanıma, sonra bütün bu bizi dəstəkləyən prezidentlərə, sülh tərəfdarı olan insanlara çox minnətdaram ki, sülh olsun, gənclərimiz sülh içində yaşasın. Amin. Təhsil nazirliyi içində olmaqla, ancaq mən istəyərəm ki, bizdə savadlı gənclər olsun. Amin. İstedadlı gənclər olsun, çoxdur. Test olmasın, birinci sinifdən 10-cu sinifə qədər bütün kitablar oxunsun. Bəli, amin. Biz də amin deyək. Bəli. Biz də amin deyək. Çox sağ olun müəllimə. Çox sağ olun, var olun. Təşəkkürlər. Mən gedib, Allah rəhmət eləsin deyirəm, mənə bu çörəyi verən müəllimlərə. Bəli. Müəllimə, İnşallah sizə buradan 10 il sonra, 5 il sonra biz sizi çəkdiyi işıqlandıracaq Allahın izi ilə. Nəvələriniz, nəticələriniz, kötücələriniz oturub sizə Allah ömür versin, onlarla birlikdə baxasınız. Onlara nə ürək sözlərini bildirə bilərsiniz? Mən arzu edirəm ki, onlar mənim kimi bir ağbirçək, qızları məni kimi bir ağbirçək yolu geçsinlər ki, hikmətli sözlər, savadlı adam var, bir hikmətli söz cümlə qurub danışa bilmir. İnsan olmaq, alim olmaq asandır qızım. İnsan olmaq çətindir. Düzdür müəllimə, düzdür. Bəli, ailədə hər şeyi bağışlamaq lazımdır. Allah bağışlayan kimi biz də bağışlamaq. Həmişə hörmətli olsunlar inşallah. Amin inşallah. Hörmətli olsunlar, yəni sizin kimi hörmətli olsunlar. Nəslimizin çox sağ olun. Çox sağ olun müəllimə. Siz də xoşbəxt olun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun.